Salam əziz Trek qrup izləyiciləri. Qərə bugün sizin üçün Şağandan. Şağan da olsa Buzonlu Şıvalan yoluna çox yaxındır. Duzçörü restoranından Svetofordan 150 metr bağ qapının ağzıdır. Bura elə bir yerdir ki, hətta buradan marşrut düz qapının ağzından keçir. Just to know what you knew, restless every time we start looking as a lost control. It's paradise with honesty. Bilirəm, qərə çəkib göstərəcək. Qoy qərə də desin də. Demək, aşma-daşma baseyn hardasa 15 metr uzunluğunda. Manqallisi üstü açıq yerdədir, çoxları belə istəyir. Yəni istəyə uyğundur. Qəşəng üstü bağlı qarajı, alaqapımız da ki elektronludur. Bağbostan yeri də varımızdır, dekorativ ağacdağımız da. Söhbətgahı da ki söz yox. Deyirəm ki, qara milyonluq villalar çəkir. Görürsən ki, o boydana zırıltının içində 4 dənə yataq otağı olur. Bunun isə 5 dənə bodrum yataq otaqları var. Gedək baxalım. Let the darkness take control. Darkness take control. May the darkness take control. Take me in the smoke, breathe me in and let me go. Sink to your heart to find you. Open up your eyes till you're blinded by the lies, so you can see what you do. Restless every time we start looking as a lost control. It's paradise with honesty, but I'm in the dead of the night. Teardrops on the floor. The pain is over. Feel the darkness take control. Deyirəm, qaram bitkili boyu hündür olsaydı rahat şəkildə dənizi görər. Gəldik, çatdıq videomuzun sonuna. Əgər bu gözəl villanı bəyəndinizsə, Trek qrupun səhifəsindəki nömrələri yığırsınız, qarəsi götürüb gəlir bura. Allah alana da, sıtana da xeyir versin. Müştük hamısı, yığın nömrələri də. Görüşərik dostlar.